Dal kurslarının Azərbaycan dili müəllimi Əmirova Zülfü. Bugün sizə dal kurslarının 22 fevral 2026-cı il tarixində keçirdiyi mövzu sınaq 5-in Azərbaycan dili fənni üzrə suallarının izahını verəcəm. Birinci sual. Hansı sözün tərkibində bitişdirici samit işlənməmişdir? Bitişdirici samiti tapmaq üçün mütləq sözü kök və şəkilçiyə ayırmaq lazımdır. Tələbəyə sözünün kökü tələbə, əlbəttə ki, görürük burada yıl bitişdiricidir, qrammatik şəkilçidir. Başlayacaq sözündə sözün kökü baş, la leksikdir, ancaq qrammatik şəkilçidir, burada da y bitişdirici samit. Çiçəyi, sözün kökü çiçək, i qrammatik şəkilçi. Burada k, y əvəzləməsi baş verdiyi üçün gördüyünüz kimi uşaqlar, bu bitişdirici samit deyil. Qapıya sözündə sözün kökü qapı, a yönlük al şəkilçidir, y da bitişdiricidir. Küçəsi sözündə də küçə sözün köküdür, i bitişdirici, i qrammatik şəkilçidir, burada da s bitişdiricidir. Yəni, hansı sözdə bitişdirici samit olmadı? C bəndində. Birləşmələrdən biri məcazi mənada işlənməyib. Şirin yuxu təbii ki məcazidir. Dərin düşüncə məcazidir. İsti münasibət məcazidir. Daş ürək də məcazidir. Amma dayaz boşqab bir ki həqiqi mənada işlənmişdir. İkinci sualın cavabı B bəndi olacaq. Üçüncü sual. Hansı sözdə eyni samit qoşalığının sayı 2 ədəddir? Gəlin sözlərin tələffüzünü yazaq. Dərrəmək formasında tələffüz olundu. Burada eyni cinsi samit qoşalığı 1 ədəddir. Cavanlaşmaq sözü. Cavanlaşmaq sözünü tələffüz edəcəyik. Cavanlaşmaq. Burada 2 dənə n samitini görürük. Burada da 1 dənədir. Eyni cinsi samit qoşalığı. Dərdləşmək sözü. Dərdləşmək. Burada ümumiyyətlə eyni cinsi samit qoşalığı yoxdur. Güclənmək sözü. Güclənmək formasında tələffüz olunur. Burada da gördüyümüz kimi 1 dənədir samit qoşalığı. Azıramaq formasında tələffüz olunan bu sözdə isə gördüyümüz kimi 2 dənə eyni cinsi samit qoşalığı var. Üçüncü sualın cavabı E bəndi. Dördüncü sual. Antonim sözlər cərgəsini müəyyən edin, yəni əks mənalı. İxtiyar yaşlı sinonimdir. Şikayət giley sinonimdir. Yeni təzə sinonimdir. Enli ensiz sinonim deyil, antonim də deyil. Çünki bunların kökləri eynidir. Yad doğma isə əlbəttə ki nədir? Antonim əks mənalı sözlərdir. Beşinci sual. Cümlələrin birində say sözü termin kimi işlənib. Rəfdəki kitabları say. Burada ümumiştək sözdür. Hər bir insan valideynlərini saymalı, ona hörmət etməlidir. Burada çox mənalı söz kimi işlənib. Say əşyanın miqdarını bildirən əsas nitq hissəsidir. Təbii ki, burada say əsas nitq hissəsindən, yəni termin kimi işlənib. Göydəki ulduzları saymaqla bitmir. Bu da ümumiştək sözdür. Kitabdakı sualların sayı çox idi. Bu da ümumiştək sözdür. 6-cı sual. Sözlərdən birini həm leksik, həm də qrammatik mənası var. Bilirik ki, dilimizdə olan bütün sözlərin qrammatik mənası var, amma leksik məna hansı sözlərdə olur? Bəli, ancaq əsas nitq hissələrində. Yəni, lakin deyəndə mənim ağlıma heç nə gəlmir. Bu köməkçi nitq hissəsidir. Köməkçi nitq hissəsidir. Zəfər sözünü deyəndə mənim həm ağlıma qalibiyyət, həm də qrammatik mənası isim gəlir. Savayı sözü də leksik mənası yoxdur. Aid sözünün də leksik mənası yoxdur. Cavabımız C bəndi. 7. Uyğunsuzluğu müəyyən edin. Kəklik otu sintaktik üsul doğrudur. Çünki burada kəklik və ot deyə 2 dənə söz var. Bilirik ki, sintaktik üsulla hansı sözlər düzəlir? Mürəkkəb sözlər. Qayalıq sözün kökü qayadır, lıq leksik şəkilçidir, morfoloji üsuldur, əlbəttə doğrudur. Ovlaq sözünün kökü ovdur, laq leksikdir, morfoloji üsuldur, bu da doğrudur. Göz ucu, göz və uc sözlərindən ibarət mürəkkəb sözü olduğu üçün sintaktik üsul bu da doğrudur. Amma yarış sözü morfoloji üsulla əmələ gəlməyib, yəni yardan yarış olmur. Bu söz sadədir, cavabımız E bəndi. Sözlərdən biri yazıldığı kimi tələffüz olunur. Qəyyum yazıldığı kimi tələffüz olunur. Cavabımız A-dır. Mövcud sözü BDGC qaydasına görə sondakı D, T-yə keçir. Zavod sözündə də BDGC qaydasına görə sondakı D samiti, T samiti olur. Fərasətli sözündə də tələffüzdə
El samiti dəyişir, d-ya keçir. İqtisadiyyat sözündə də q samiti k-ya, y samitlərinin də birisi düşür. Cavabımız olur nə? A bəndi. 9. Fikirlərdən biri yanlışdır. Bir cür yazılan şəkilçilər əsasən leksik şəkilçilərdir. Bu doğrudur. Bir sözə bir neçə leksik şəkilçi əlbəttə ki artırıla bilər. Ön şəkilçilər bir cür yazılır və leksikdir. Bu da doğrudur. Sözün mənasını dəyişən şəkilçilər qrammatik deyil. Leksik şəkilçilər də əlbəttə ki, qrammatik şəkilçilər nə edir? Sözlər arasında məna əlaqəsi yaradır. Yəni qrammatik əlaqəni yaradır. Cəm şəkilçi qrammatik şəkilçidirlərlər. Əlbəttə ki, bu da nədir? Doğru. Cavabımız D bəndidir. Sözlərdən birində kar samitin cingiltiləşməsi müşahidə edilmir. Sənətkar sözü olduğu kimi tələffüz olunur. Bilirik ki, keş və kar şəkilçilərinin tələffüzü dəyişmirdi. Yəni burada kar samit cingiltiləşməyib. Cavabımız A bəndidir. Saxta sözündə t kar samiti tələffüzdə cingiltiləşir, öz qarşılığına keçir. İsti sözündə də t samiti öz qarşılığına keçir. Kəskin sözündə də k samiti öz cingiltili qarşılığına keçir. Bitki sözündə də k samiti öz cingiltili qarşılığına keçdiyi üçün cavabımız A bəndidir. Çəmənlik sözünün fonetik təhlili ilə bağlı hansı fikir yanlışdır? Sözün mütləq əvvəlcə neyinirik? Tələffüzünü yazırıq. Çəmənlik. 3 hecalı sözdür. Əlbəttə, heca deyəndə yazılışa baxırıq. Bu doğrudur. Yazılışı və deyilişi fərqlənir. Əlbəttə ki, fərqlənir. Ahəng qanuna tabedir. Bəli, bu sözdə yalnız ince saytlar olduğu üçün ahəng qanuna tabedir. Sözdə 2 kar samit işlənmişdir. Tələffüzündə baxırıq. Bəli, sözdə 2 dənə kar samit işlənib. Bu da doğrudur. Sözdə m, m, n, l cingiltili samitlərdir. Bu fikir əlbəttə yanlışdır. Çünki tələffüzə baxanda biz burada l samitini görmürük. Cavabımız E bəndidir. Verilən xüsusiyyətlərə uyğun gələn söz hansıdır? Yalnız cingiltili samitlər işlənib və antonimi var. Hündür sözündə h kar samit olduğu üçün cavabımız hündür ola bilməz. Oturmaq sözündə t var, ola bilməz. Cavan sözü yalnız cingiltili samitlərdən ibarətdir və antonimi də gənc, cavan deməkdir. Gənc, qoca deməkdir. Antonimi. Cavabımız C bəndidir. Yazıcı sözündə də ç kar samit olduğu üçün, bağça sözündə də ç kar samit olduğu üçün cavabımız C bəndidir. Axtarış sözündə kar samit səslər hansı variantda düzgün verilib? Mütləq biz yenə sözün tələffüzünü yazırıq. Çünki kar və cingiltili samit deyəndə biz sözün yalnız nəyinə baxırıq? Tələffüzünə. Axtarış. X, deməli, bizdən kar samitlər istəyir. X, ş, bu doğrudur. Elə cavab A-dır. T samiti burada yoxdur. T yoxdur. D cingiltili samitdir. D ilə R da cingiltili samit. 14-cü söz, boğaz sözü çox mənalı sözdür. Həqiqətən də çox mənalıdır. Boğaz sözü həm də amonim idi, doğrudur. Termin kimi doğrudur. Doğrudur. 2 dənə quru sahəsinə ayıran yeri idi. Yalnız qrammatik mənaya malik olması yanlışdır. Çünki boğaz sözünün həm də leksik mənası var. Leksik mənaya malikdir əlbəttə. Ümumişlək söz kimi işlənə bilmir, yanlışdır. Çünki bilir, insanın bədən üzvü. Bizdən klasteri tamamlayan doğru fikirləri istədiyi üçün cavabımız 1, 2 və 4 A bəndidir. Rəqəmlərin yerinə ardıcıllıqla hansı amonimləri yazmaq mümkündür? Balıq növü və xış. Bu olacaq çəki. Elə gəlin baxaq, cavabımız B bəndi olmalıdır. Çəki. Yabanı və parçalamaq, əlbəttə ki, bu da cırdı. Qalqadı və qayığın kürəyi, bu da avardı. Cavab B bəndi. 16. Sözlərdən birində tünd hərflə verilmiş hissə söz düzəldici şəkilçidir. Dağıntı bütün kökdür. Sərhədlər sərhəd sözün köküdür. Lər cəm şəkilçi qrammatikdir. Barış bütün kökdür. Balıq bütün kökdür. Gözlük sözündə də göz sözün köküdür. Lükdə leksik şəkilçidir. Yəni həqiqətən də cavabımız E bəndidir. Çünki tünd rənglə verilmiş hissə söz düzəldici, yəni leksik şəkilçidir. Biri frazeoloji birləşmə ola bilmir. Can vermək frazeoloji birləşmədir, qulaq asmaq frazeoloji birləşmədir, ələ salmaq, fikrə getmək. Kömək etmək isə mürəkkəb feildir, çünki kömək etmək qaydamızda da var idi ki, etmək, olmaq, bilmək olan sözləri biz frazeoloji birləşmə götürə bilmərik.
Biri düzgün yazılmamıştır. Müftə sözü düzgün yazılıb. Lisey sözü düzgün yazılıb. Eşarat sözü düzgün yazılıb. Gicitkən sözü isə yanlış yazılıb. K yox, G yox, K ilə yazılmalıydı. Müdrik sözü düzgün yazılıb. Hansı cümlədə bir cür yazılan şəkilçi işlənib? Uşaqlıq illərini tez-tez xatırlayırdı. Uzun müddətdir Azərlə yoldaşlıq edirəm. Burada yoldaşlıq sözündəki daş leksik bir cür yazılan şəkilçidir. Yatmamaq üçün bəhanə axtarırdı. Burada yoxdur. Bir cür yazılan leksik şəkilçi. Qar dənələri pəncərə şüşəsinə qonurdu. Burada da yoxdur. Məktəbin həyətində iydə ağacları əkmişdir. Burada da bir cür yazılan leksik şəkilçimiz yoxdur. Frazeoloji birləşmələrin birinin sinonimi düzgün göstərilməmişdir. Can deyib can içmək, aralarından su içməmək. Bu doğrudur, mehriban olmaq deməkdir. Ağzını qıfıllamaq, dilini ağzına qoymaq, susmaq deməkdir. Əlini aşağı olmaq, əlini ağdan qaraya vurmamaq bu yanlışdır. Çünki əli aşağı olmaq kasıb olmaq deməkdir. Əlini ağdan qaraya vurmamaq isə işləməmək deməkdir. Ürəyinə yatmaq, xoşuna gəlmək doğrudur. Qanad açıb uçmaq, dünyanı onu bağışlamaq bu da doğrudur. Cavabımız C bəndi. Növbəti 21-25-ci sualları mətn əsasında cavablandıracağımız üçün gəlin mətnimizlə tanış olaq. Meşədəki ağacların birində Qızılcıq adlı bir dələ yaşayırdı. Qızılcığın qonşu ağaclardan birində yaşayan bir dələ dostu var idi. Qızılcıq bir gün meşədə rastlaşdığı dostunu yeməyə dəvət etdi. Yemək üçün çox gözəl bir şorba pişirdi. Axşam dostu gəldi. Biraz söhbət etdikdən sonra şorbaları içməyə başladılar. Qızılcığın dostu bir neçə qaşıq şorba götürən kimi öskürməyə başladı. O öskürərkən Qızılcıq hayqıraraq gülməyə başladı. Məlum oldu ki, Qızılcıq dostuna zarafat olaraq şorbanın içərisinə istiot əlavə edib. Bunu başa düşən dostu Qızılcığa çox qəzəbləndi. Amma bunu dostuna heç də demədi. Bir müddət sonra o da Qızılcığı yeməyə dəvət etdi. Həm də çox gözəl bir şorba hazırladı. Qızılcıq hiss etdirmədən şorbaya istiot əlavə etdi. Bu dəfə isə Qızılcıq bir neçə qaşığı içdikdən sonra öskürməyə başladı. Təbii ki, bu dəfə ona gülən öz dostu oldu. Qızılcıq o zaman anladı ki, özümüzə edilməsini istəmədiyimiz bir şeyi başqasına etməməliyik. Səhvini başa düşdü və təbii ki, nöqtələrin yerinə yəqin ki, sualımızla əlaqəli bir söz qoymalıyıq. Mətndə Qızılcığın düşdüyü vəziyyətlə bağlı hansı ifadəni işlətmək olar? Nə tökərsən aşına, o da çıxar qaşığına. Əlbəttə, elə cavabımız A bəndi olar. İgid ölər, adı qalar, bu yanlışdır. Cücəni payızda sayarlar, bu da mətnimizə uyğun deyil. Axşamın işini sabaha qoyma, bu da düzgün deyil. Daldan atılan daş topuğa dəyər, bu da düzgün deyil. Yəni, yaxşılıq eləyib yaxşılıq görərsən, pislik eləyib pislik görərsən. Yəni, bu cür vəziyyətləri əhatə edir bizim mətnimiz. Ona görə də A bəndi doğru cavabıdır. Mətndə nöqtələrin yerinə hansı fikir yazmaqla cümləni tamamlamaq olar? Gəlin baxaq. Qızılcıq başa düşdü, Qızılcıq o zaman anladı ki, özümüzə edilməsini istəmədiyimiz bir şeyi başqasına etməməliyik. Səhvini başa düşdü və neynədi? Hirsləndi, dostundan üzr istədi, əlbəttə ki, olacaq. Qışqırmır, dostunu danlamır, yadından çıxarmır, sadəcə dostundan üzr istəyir. Çünki səhvini anlayır. 23-cü sual. Qızılcıq və dostu üçün Venn diaqramı qurublar. Gəlin baxaq, bu Venn diaqramı da bizdən səhv istəyir. Səhvini anladı, bəli, Qızılcıq səhvini həqiqətən də anladı. 3. Hər ikisi şorba pişirirlər, bu da doğrudur. Dostuna pahalılıq edirdi, belə bir şey Qızılcıqda yox idi. Bir-birindən üzr istəyirlər. Bu da yoxdur. Çünki Qızılcıq üzr istəyir, dostu üzr istəmir. Dostunu danladı. 5. Bu da yanlışdır. Dostunu danladı. Belə bir şey yox idi. Qızılcıq dostunu danladı mı? Xeyr. Deməli, cavabımız bizim nə oldu? 2, 4, 5. Deməli, cavab oldu A bəndi. Rəqəmlə verilmiş sözlərdən biri məcazi mənalıdır. Rəqəmlə verilmiş sözlərə gəlin baxaq. Birinci sözümüz bizim meşədə rastlaşmaq, bu həqiqidir. Axşam dostu gəldi, həqiqidir. Götürən kimi öskürməyə başladı, həqiqidir. Bunu başa düşən anlamaq deməkdir. Yəni, burada bizim başımıza heç nə düşmür. Yəni, cavabımız 4-dür. D bəndidir. Şorba hazırladı, burada həqiqidir. Qarşısında işarə qoyulmuş hansı sözün mənası düzgün verilməyib?
narahat oldu, əndişə etdi. Əlbəttə ki, bu düzgün verilməyib, çünki burada qəzəblənmək yazıb. Qəzəblənmək hirslənməkdir. Duru xörək, şorba, bu doğrudur. Başa düşmək və qandı sözü yumru işarəsi. Baxaq görək aşağıda hardadır yumru işarəsi. Anlamaq, bəli, bu da doğrudur. Özgəsinə, ayrısına, başqasına, bu da doğrudur, əvəz edə bilərik. Vaxt, zaman, müddət, bu da doğrudur. Yəni bizdən düzgün verilməyəni istəyir. Ona görə də biz seçməliyik burada A bəndini. Bu qədər əziz uşaqlar, sizə uğurlar arzu edirəm. Yüksək nəticələrinizlə özünüzü, müəllimlərinizi və valideynlərinizi sevindirməyi arzu edirəm. Sağ olun.